Salam, bu dəfəki dərin təhlilimizə xoş gəlmisiniz. Baxın, dinləyicilər, bir anlıq bunu təsəvvür edin. Öz həyətinizdəsiniz. Bəlkə ağacları budayırsınız, bəlkə də sadəcə hava alırsınız. Özünüzü ən güvəndə hiss etdiyiniz yerdə. Öz şəxsi məkanınızda. Tam olaraq və qəfildən heç bir xəbərdarlıq falan olmadan vəhşi bir canavar üstünüzə atılır. Bu, hansısa qorxulu filmdən bir səhnə deyil. Zaqatalanın Axaxdərə kəndində yaşanmış tamamilə real bir hadisədir. Çox qorxunç bir senaridir. Doğrudan da. Bugün biz bu hadisənin detallarını inəcəyik. Məqsədimiz odur ki, məhz o kritik saniyələrdə, o qəfil təhlükə anında insan instinktinin və cəsarətinin əslində necə işlədiyini elmi faktlar əsasında anlayaq. Əla mövzudur. Çünki insanın öz evini, həyətini beynində tam təhlükəsiz zona kimi kodlaşdırması çox güclü bir psixoloji illüziyadır. Belə qəfil təbiət və insan toqquşmalarında ən böyük zərbə əslində fiziki deyil. O zərbə məhz o psixoloji illüziyanın saniyələr içində darmadağın olmasıdır. Yəni insan beyni bu ziddiyyəti həzm etməkdə inanılmaz çətinlik çəkir. Elə Zaqatala sakini, 47 yaşlı Aydın Qurbanovun başına gələnlə tam olaraq budur. Öz həyətində adi işləri ilə məşğul olarkən birdən-birə canavarın hücumuna məruz qalır. Təsəvvür etmək belə çətindir. Yəni, gəlin biraz düşünək. Belə bir dəhşət anında insan ümumiyyətlə necə reaksiya verir? Donub qalır, yoxsa mübarizə aparır? Çünki məntiqən baxanda çılpaq əllə canavara qarşı durmaq heç cür məntiqli deyil axı. Düzdür, amma burada maraqlı olan odur ki, o anda məntiq ümumiyyətlə işləmir. Belə ekstremal vəziyyətlərdə beynimizin amigdal adlanan hissəsi var. Yəni, bizim o bioloji təhlükə detektorumuz. O hissə idarə etməni dərhal ələ keçirir. Deməli, analitik düşüncə arxa plana keçir. Tamamilə. O, beynin analitik düşünən hissəsini, yəni prefrontal korteksi faktiki olaraq sıradan çıxarır. Beyin vəziyyəti, belə deyək, analiz etməyə heç vaxt itirmir. Birbaşa ibtidai vur ya qaç instinktinə keçir. Aha, başa düşdüm. Bu sanki böyük bir binada qəfil qısa qapanma olması kimidir. Ana elektrik xətti kəsilir və dərhal qəza generatorları işə düşür. Bəli, yalnız ən vacib həyati sistemlər avtomatik fəaliyyətə başlayır və bütün lüzumsuz işıqlar sönür. Çox dəqiq bir müqayisə gətirdiniz. O qəza generatoru bizim təkamüldən gələn ən dərin qorunma mexanizmimizdir. Və məhz o hücum anında yaranan səs-küy evdəki başqa bir insanda tamam fərqli bir bioloji fenomeni oyadır. Hə? Hadisənin ən inanılmaz, ən heyratamiz tərəfi də elə bu zaman baş verir əslində. Səsküyə evdən 15 yaşlı Emin Qurbanov çıxır və o qaçıb gizlənmir. Qaçmır. Heç qorxmadan, sadəcə əlindəki kiçik bir bıçaqla birbaşa əmisinə hücum edən canavarın üzərinə gedir və onu öldürür. Bəli, bu həqiqətən də qeyri-adi bir haldır. Aydın Qurbanov ağır xəsarətlərlə Zaqatala rayon xəstəxanasına çatdırılır, hazırda da müalicəsi davam edir, amma əsas odur ki, o sağdır. Lakin bir dəqiqə, burada mənim üçün qaranlıq qalan bir şey var. Buyurun. Yəni, 15 yaşlı bir yeniyetmənin beyni hələ tam formalaşmayıb, düzdür? Necə olur ki, o, qorxudan donub qalmaq əvəzinə yürtücünün üzərinə atılır? O yaşda o cəsarəti necə tapır özündə? Baxın, əgər bunu böyük mənzərə ilə əlaqələndirsək, burada hərəkətə keçən qüvvə sadəcə quru cəsarət deyil. Biologiyada və təkamül psixologiyasında buna qohum seçimi deyilir. Qohum seçimi, yəni genlərlə bağlı bir şeydir. Yaşamaq instinktini belə üstələyir. Eminin o anlıq reaksiyası zamanı beyin heç bir hesablamalar aparmır. Yəni demir ki, bu nəhəng bir canavardır, mənimsə cəmi 15 yaşım var. Yəni beynin daxilindəki o qədim proqram deyir ki, bu sənin qanındandır. Onun nə bahasına olursa olsun xilas etməlisən. Məhz belə. Heç bir məntiq, heç bir qorxu işləmir, sadəcə genetik bir fədakarlıq kodu fəaliyyətə keçir və yaşın və ya fiziki gücün heç bir fərqi qalmır. Çevik qərar qəbul etmə bacarığı hər şeyi həll edir. Wow, bu mexanizm bizə daxilimizdəki qorunma şəbəkəsinin, yəni necə dərin köklərə malik olduğunu çox aydın göstərir. Biz nə qədər modern bir həyat yaşasaq da, o ibtidai proqram təminatı hələ də oradadır. Bəli, həyati təhlükə anında ən yüksək prioritetə sahib olur və idarəni tamamilə əlinə alır. Bu həqiqətən də heyrətamizdir. Tamamilə razıyam. Bu bizə bir daha xatırladır ki, insan təbiətinin ən vəhşi sınaqları qarşısında belə o xilasedici vasitə hər zaman daxilimizdə mövcuddur. Doğrudur.
Bu gün müzakirə etdiyimiz hadisə sadəcə yenə hansısa bir kənddə baş verən xəbər deyil. Bu, 15 yaşlı bir gəncin simasında insan potensialının içimizdəki o fədakarlığın heç bir sərhəd tanımadığının sübutudur. Elədir, insanın daxili gücü bəzən özünü belə təəccübləndirə bilir. İndi isə dəyərli dinləyicilər, bu təhlilimizi yekunlaşdırarkən hər kəsi bir anlıq bunu düşünməyə dəvət edirəm. Yəni təsəvvür edin, həmin saniyədə evdən həyətə çıxan məhz siz olsaydınız. Məntiqiniz və qorxunuz üstün gələrdi, yoxsa o səssiz, ibtidai instinktləriniz? Bəlkə də içimizdəki o əsl cəsarət uzaqlarda deyil, elə daxilimizdədir və yalnız ən kritik anlarda heç bir xəbərdarlıq olmadan oyanmaq üçün puskuda gözləyir. Özünüzə yaxşı baxın.